Salamlar, hər vaxtınız xeyirli olsun. Çox sual gəldi ki, bu videoları necə eləyirsiniz? Bu ilə bağlı mən kiçik bir video çəkmək qərarına gəldim. Həm YouTube-a yerləşəcəm, həm Instagram-a. Bu arada videomu bəyənib paylaşmağı, YouTube-da da mənə abunə olmağı unutmayın. İlk olaraq bunu qeyd edim ki, süni intellekt üçün mütləq VPN qoşmalıyıq. Azərbaycan dəstəkləmir. Ona görə ən vacib şeylərdən biri. Mən məsələn Urban VPN işlədirəm. Google-a Urban VPN yazaraq buradan daxil ola bilərsiniz və buradan mütləq Amerikanı seçirik və onu da tapmaq üçün Google-a yazırıq. Urban VPN yazaraq gördüyünüz kimi Urban VPN saytından və ya da burada Chrome-a birbaşa əlavə edə bilərik. İlk olaraq Google-a daxil oluruq. Google-a daxil olduqdan sonra bura VO3 yazırıq. VO3 yazandan sonra gördüyünüz kimi burada yuxarıda VO-nun dashboardu var. Bura daxil oluruq və bura daxil olduqdan sonra isə Try in Flow var. Gördüyünüz kimi Try in Flow bölməsinə basırıq və açılır bu bölməmiz. Create with Flow var. Eyni daxil oluruq. Daxil olduqdan sonra isə belə bir bölmə açır bizi. Burada yeni project eləməmişdən görə gördüyünüz kimi yuxarıda abunə ol bölməmiz var. Abunə ol bölməmizə klikləyirik. Və gördüyünüz kimi burada Google yapay zeka platformunu kəşf elə bölməsinə daxil oluruq. Burada gördüyünüz kimi 3 kateqoriyamız var. Basic, Premium və Google AI Pro. Biz Google AI Pro-nu denəməyə başla bölməsinə klikləyirik. 1 ay bizə test müddəti verir. Yəni bu 1 ay müddətində biz bunu sadəcə 5 atımlıq barıtımız var. Yəni onu da nəzərə alın. Mən bildiyim qədərilə. Və burada kart hesablarımızı yazırıq. Kart hesablarımızı yazırıq və abunə oluruq. Bu hissəni keçəcəm mən artıq sizin üçün və yeni bir artıq mənim hansı ki digər akkauntumda da var bu artıq abunə olmuşam və onu göstərirəm. Ondan sonra isə yenə VO3 yazaraq və yaxud da ki bu hansı ki biz daxil oluruq Geminiyə daxil olandan sonra gördüyünüz kimi avtomatik olaraq Geminidə nə gəlir? Burada gördüyünüz kimi video yaratma bölməsi var və ya VO3 ilə ürət bölməsi var. Bura basırıq və bir sözlə burada artıq prompt yaza bilərsiniz. Prompt yazmaq üçün də mən nədən istifadə edirəm? Ya ChatGPT-dən istifadə edə bilərsiniz ya da ki məsələn digər bir sözlə süni intellekt vasitələrindən istifadə edə bilərsiniz. Mən artıq məsələn tutaq ki bir promptum var əlimdə. Prompt yazandan sonra artıq bunu copy paste edirik, yapışdırırıq və gördüyünüz kimi 1 saniyə gözləyin deyir və sonra artıq yavaş-yavaş yaratmağa başlayır. Burada mütləq seçili olmalıdır və mütləq baxın ki VO3 yazılıbmı burada. Bəzi hallarda akkauntunuz abunə olmayanda VO2 ilə və yaxud da ki ümumiyyətlə bu hissə görünməyə bilərsiniz də. Ona görə 2-3 dəqiqə ərzində də videonu yaradır və istədiyiniz kimi təbii ki editləyə bilirsiniz. Bunu əlavə olaraq da VO platformasından da eləyə bilirsiniz. Onu da göstərim sizə. Burada daxil oluruq VO platformasına. Gördüyünüz kimi Try in Flow. Flow təbii ki Flow'da daha təkmilləşmiş versiyasıdır. Flow'da isə nə üstünlükləri var? Biz həmçinin videonu artıra bilirik, videonu editləyə bilirik və əlavə olaraq da eyni karakterdən, eyni mövzuda fərqli bir sözlə imiclər yarada bilirik. Bu da təbii ki Flow'un özəlliklərindən biridir. Burada da yeni project eləyirik. Sadəcə məndən isə burada Flow'da problem var. Gördüyünüz kimi burada mətndən videoya, karakterdən videoya, yəni hansı ki biz şəkillərimizi əlavə edirik. Məsələn, öz üzümüz olan bir şəkil əlavə edirik və deyirik ki, növbəti bu videomuzda bu şəkildəki adam olsun, nə bilim o adam falan yerə tullansın, bəhman yerə tullansın və s. və ilaxır. Məsələn, gördünüz, bunlar əlavə olunub və ondan sonra artıq biz promptumuzu yazırıq və onu artıq görə bilirik videomuzda. Sonra mətndən videoya var, malzemələrdən videoya, hansı ki biz ona dediyimiz kimi eyni variant, yəni ki biz ona məlumatları veririk və o şeydir. Hal-hazırda bizim elədiyimiz isə Gemini üzərindən video yaratmaqda və videomuz artıq yaranır, make olunur və istədiyimiz kimi də editləyə və istədiyimiz kimi də yükləyə bilirik videonu. Və bu arada təbii ki prompt yazmağın da xüsusi metodikaları var və xüsusi bir sözlə süni intellekti siz öyrətməlisiniz ki promptu necə yazsın. Ona görə əgər əlavə sualınız olarsa prompt yazmaqla bağlı və yaxud da ki digər başqa suallarınız varsa onu da yaza bilərsiniz. Mən onu sizin diqqətinizə çatdırım və növbəti videoda görüşərik. Sürmə 100 yaşa 100.